Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Təranə Qumral sosyal medya hesabında canlı yayım zamanı Niyaməddin Musayevin qızının Qumralın mahnısını sildirməyinə və qızı Sevginin efirdə nişanlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Qulağıma qulaq as. Bir tane çıkar esas. Yox, çıxmaz. Al. Yox, qulaq as. Gəlsin də, nə olacaq ki? Kim değil? Olursan koru. Haberler gelir ama. Bir arvad idi. Bir arvad idi. Haberler gelir. Ses Sen almıştı. lanet olma. O şey yok yerde oturmuşsan ki. Yani. Sen çekmek için yok mu? Ha. Deyir ki, özünə əsəbləşdim. Düz deyirdən, özünə əsəbləşdim, rədd olsun mənə. Yox, söhbət rədd olsundan getmir. Deyir ki, hələ bilmir ki, bu efirə gedir, belə sözlər danışır da. Mənim də danışacaq sözlərim var da, amma lazım deyil də. Oturun yerinizdə da. Mən, vallah, sevgimin xətrinə, yenə deyirəm, mən heç də danışmaq istəmirəm. Olan olub, keçən keçib, nə danışmısınız, nə danışmamısınız. Deyirəm ki, əşeyib yoxdur. Görürəm ki, amma qurdalayırsınız. Qumral mahnını oxudu, Qumral falan şey oldu, nə bilim nə oldu. Az gedin, oturun ev eşiyinizdə. Çox da gözəl oxuyub. Mən gördüm ki, yəni Qumral onu çox qəşəng oxuyub, ona görə də o söz söhbət o qədər böyüdü, qalxdı. Bəli, gözəl oxuyub. Bəli, 50 dənə adam oxuyub, hamısı oxuyub. Amma möhrünü vuran Niyaməddin Musayevdir. Ondan sonra da ən gözəl oxuyan Qumraldır. De gedin. Bunu istəyirdiniz? Yox, gör nə qədər bunların içində qurt var. Gör nə qədər qurt var ay bala bunların içində. Yox, gəlin Qumral qədər kibar olun. Qumral qədər mədəni olun. Mən gördükcə ki, siz az basıb gözünüzü çıxardaram sizin. Görürsünüz, Qumral mədənidir, tərbiyəlidir, sakitdir, söz demir. Bəsdir ne? Bu da zarun verilişidir. Getmişəm, görürəm, xonçalar, boğçalar, kəlağayı hazırlayıblar. Uşaq şok olub. Deyirəm, bunlar nədir? Gətirib verirsiniz uşağın əlinə ki, apar şirin çay payla. Az bəstirin az. Bəstirin. Efir xatirinə nələr eləyirsiniz? Ne baxsan ayırmadı. Vallahi bir günləri getdik zarun verilişinə, rəngarəng verilişinə. Gördüm orada kəlağayı var, gördüm orada xonçalar var, gördüm orada gül dəsti var. Az bala bunlar nədir belə? Getmişik ki, teatr quracağıq. Sevgim burada, sevgimin başına kəlağayı örtəcəyik. Nə bilim, güya sevgimə şey gətiriblər, kəlağayı gətiriblər güya. Nə bilim, az mən qorxmuram. Mən sözü olanda bilirsən, mən onu eləməmişəm, onu deyəcəm. Məni assalar da deyəcəm, kəssələr də deyəcəm. Güya. Nə düzüblər, nə qoşublar özlərinə teatr çıxardıblar. İndi də bu sevgimin nişanı olmadı. Azı teatrdır bala. Efirdə olan şeylərin 10%, 20%-nə inanın. Bəzi efirlər deyirəm ha, bəzi efirlərdə olanlara. Heç vaxt sevgim nişanlı olmayıb. Heç hərili də olmayıb. Bəstirin. Teatr, yox şeylər nədən onların adı, verilişlər, özlərindən reyting xatirinə, ya bunu belə eləyək, onu belə eləyək, hamısını qatdım, qarışdırdım büyünləri, açdım hamısını. Açacağım hələ bəzi verilişlər var. Getmişik verilişə, valla düz deyirəm. Gördüm qatlayıblar, armudu stəkanlar, nələr, uşaq da şok olub, uşaqdır da. Nə olar, qobu olsun, yaxşı olsun, nə olar, qobu olsun, falan olsun. Teatr düzəldiblər burada.
Sən ölməyəsən, hünərimiz var bundan sonra aferiskalar, boş-boş bəzi verilişlər, boş-boş şeylər düzəldin ha. Hamınızı biabr eləyəcəm. Madine harda demişəm? Ay Madine. Elə şey olur ki, oğlanın anası gəlmir. Hə? Oğlanın dədəsi gəlmir. Necə olur o şeylər? Elə şeylərə inanmayın. Üzüyü də Qızıl mağazinindən getmişdilər. O hansı Qızıl mağazini idi az? Qızıl reklam edirdilər. Mənim səhifəmdə baxın, o ad günü idi bala. Ağıllı olun bəziləriniz. O ad günü idi. Səhifəmdə yenə də var. Gedin baxın. Ay qız verilişdir də. Şo adamları belədir. Şo xətrinə hər şey eləyirik də. Qurma qururuq. Nə bilim, kəlağayı gəlir. Məsəl üçün, yalandan evləndirirlər, zaks eləyirlər. Ondan sonra deyirlər ki, boşanıblar, boşanma kağızı göstərirlər. Bütün verilişlərə aid deyil, bəzi verilişlərə. Yazın, sizə material verdim, bolmu. Gedin keyf eləyin. Qayd elədiniz, səhər yapışdırarsınız hər yeri. Verim səndə çay. Hardaydı evdə? Ev deyildi, külümü qoyun təpənə. Şey idi o da, restoran idi. Ad gününə gəlmişdi, bəli. Mən yox çay istəmirəm. Öz işlərlə qarışmırlar. Hə, az bunlar hamısı dədəsindən, anasından. Vallahi O yazanlar var, yazanlar. Belə həmçinə, belə. Musa hanım, Musa restorandadır dostları ilə yeyib içir. Musa belə boş-boş sözlərə şey eləmir. Qulaq asmır, danışmır. Musa bilir də. Musa bilir tayfatılığı nədir. Hamısı bilir. Show business. Sağ ol. Kəpələklər uçdu yenə. Hə, ona baxıram. Xalın uçdu qabağa. Uçuşdu qabağa xalın. Kinkov Şəmkir, teşekkür. Əsəblərimdən oynayırlar az mənim. Götürüb uşağın oxuduğunu sildirdikləri bəstə öyrən uşağımın. Çox sağ olun, xanım. Bir dəfə bir at ağız var idi, yekə ağız. At nalına oxşuyurdu ağzı. İstəyirdim onun burada dərsini verəm ki, sən çıxasan onu dərsini verəsən. Narahat olma, onun bir neçə adam dərsini verib. Bəli, Həlimə xanım eləyib. O biznes xoş gəldin. Nə qədər yazsan Qumral, buyur. Hə,